Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bu dəfəki çəkilişim Quba rayonunun Nügədi kəndində yerləşən kəndin ailəvi məkana gəlmişik. Belə deyim, yoldan əgər bura gəlmək niyyətiniz varsa, özləri ilə əlaqə saxlayın. Onlar sizə konum atır. Müəyyən konumdan sonra isə bir dənə də video atırlar ki, həmin video ilə izləyib gələ bilərsiniz. Yoxsa ki, bu izlə vursaz, səhv istiqamətdə sizi aparacaq və buranın özünün restoranı, təndirxanası, sonra mağazini, daha sonra at tövləsi, balıq ovu, tərəvəz bostanı. Gəlin indi kəndin ailəvi məkanda heyvanlarla tanış olaq. İlk öncə at tövləsi ilə tanış oluruq. Gördüyünüz kimi burada fərqli atlar var. Pony varsa pony, bunlar böyükdə. Yox, pony var. Yox, pony bir dənə Burada fərqli Qarabağ atı var. Qubanın kəndin öz. Ay maşallah. Gördüyünüz kimi Ramzes, Kazbek, Barıt, qəşəng çolkası. Burada ponimiz var. Ay maşallah. Ne qəşəngsiniz siz. Qarayel. Dərviş. Deyirlər bu əsəbidir. Burada ən qəşəngi barıtdır. Barıt. Çox qəşəng atdı, Qarabağ atıdır. Mustang. Ay maşallah. Çox qəşəng atdı. Neçə sortda burada atlarımız var. Atlar olan hissədən daha sonra keçirik. Burada toyuq cücələrdir, ördəklər var. Daha sonra burada keçi ailələri var. Gəlin keçi ailələrlə də tanış olaq. Gördüyünüz kimi keçilərimizdir. Hop ailəsi. Qırın bir kökü. Ay maşallah, ovçarka var burada. Gəlin, burada ovçarka var. Berlin. Ya, məndə var alfada. Aha. Sənin dostun məndədir. Ay maşallah, alabaydı. Yox. Nədir? Aksay market. O onun değil. Ha. Nədir bu? Nə sos? Aksay market. Ay maşallah, nə boydadır. Bu balacasıdır, balasıdır yəqin. Yox. O ondan değil. Hı. Başka cinsdir. Qonaqda bizdə bir içine geləcək. Həri. Buradan nəxmə. Aa, doyşanlar. Timur ağa bağa. Zıp. Ağ dövsene babalıca. Qırıq verin. Ya kırım ver. Balaca eləyin yesinlər. Sen ver. Al. Al. Ha, belə dur şəklindən çəkeyim. Ver. Ver. Ay ne qəşəngsiniz.
İçəridə sənə buradan daha baxa bilərsən. Şey, orada çadırlar qurublar, o nədir? Kamp yerlərdir mənim onlar. Kamp yeri sizin əraziyə aiddir. Ha, bəli, bizə. Onlar neçə gəlib qıradan gəlib çadır qurmaq istəsən, yəni qiymət nə qədərdir xərci? 20 manatdır bir çadır. Bir çadır 20 manatdır. Çox sağ ol. Və bu da atlardır. Çox güman ki, at sürülmə yerləridir. Əraziyə buraxıblar atları. Daha sonra belə böyük gölümüz var. Burada giriş qadağandır yazıb. Digər tərəfdə gölün digər üzbə-özündə orada çadırlar var. Göldə qazlarımız. Daha sonra burada tir atma yeri de var. Tir atma yeri de qiymətləri 20 güllə 10 manatdır. Salam ey. Bu da tirin qiymətləridir. Daha sonra burada oturmaq üçün besetkalar var. Piknik eləmək istəsəz gəlib piknik də eləyə bilərsiniz. Belə yerləncəyimiz var, gölə baxan. Qazlarımızdır. Gəlin burada piknik stolun birinə baxaq. Burada piknik stolu. Qiymətlərini özlərinə yazıb soruşa bilərsiniz. Daha sonra balıq da tuta bilərsiniz. Balıq tutmağın da qiyməti var orada. Xidmətlər soruşacağız ki, xidmətlərin menüsünü atacaqlar. Girişdir, at sürmədir, balıq tutmadır, piknikdir, kamp qurmadır. Və bu da bizim göl mənzərəmiz. Daha sonra gəlin ərazi ilə yenə də biraz tanış olaq, ətrafda görək nə qaldı. Quba rayonu Nüqədi kəndində yerləşən kəndin ailəvi məkan, ailəvi restoran deyək. At bölməsi ilə tanış olduq, atlar olan hissə ilə. Daha sonra burada sahədə də atlar var. Daha sonra göl hissə ilə tanış olduq. Keçilər, dovşanlar, eşeklər olan hissəni də keçdik. Burada ferma tipli yaradıblar. Ailəvi gəlib, yəni uşaqlarımızı burada atların yemlənməsi üçün saman yığılmış hissədir. Bura bar hissəsidir, belə deyim. Daha sonra ora əkilmiş tinklərdir. Sağlam kimi yorulmayasınız. Ora nə əkilib? Sadəcə ağaçlardır, meyvə ağaçlardır. Ha, meyvə ağacları. Çox sağ olun. Daha sonra restoran hissədir, gördüyünüz. Burada
Bax hissədə almadır. Alma ağaçlardır. Alma ağaçlardır. Bilməm, sortu belədir, yoxsa tam yetişmir, bana görə balacadır. Uzun uzadı. Böyük ərazidir. Salam. Kutab pişirirsiniz? Sağ olun. Kutabdır. Göyərti, sonra qiymətləri? 3 marka bu ətdir. Bəli. 2 marka göynən pendir. Çox sağ olun. İstəsə indi müraciət eləyərik. Kutab qiymətlərində maraqlandıq. Daha sonra burada VC və ATV, yəni kvadratsikl sürmək 20 manat olmalıdır. Xidmətlərdə qiymətlərini yazıblar. Restoran hissəsi, oturma yerləşmə yerləri burada. Salam. Çay neçəyədir qardaş? Oturub içmək üçün çay. Sadə sərbəşəllikdə standart çay mürabbəni aldım. Çox sağ olun. Burada da fərqli samanlardan düzəlib oturub istirahət edə bilərsiniz. Bu formada sadə 5.50, mürəbbə ilə 11 manat. Mənzərə isə belə. Və bugün gəldik Quba Nügərdi kəndində, kəndin istirahət yeri ilə tanış olduq. Əgər siz də uşaqlarınızın heyvanlarla təmasda olmağı, maraqlı şəkil çəkdirmək istəyirsinizsə, fərqli bir yer axtarırsınızsa, Quba rayonunda kəndin istirahət yerinə gələ bilərsiniz. Burada yemək də yeyə bilərsiniz, çay da var, çay içmə yeri də. Bu formada istirahətinizi təşkil edə bilərsiniz. Və kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın ki, sizi belə gözəl yerlərlə tanış edeyim. İzlədiyiniz üçün çox sağ olun. Məndən bu qədər. Hələlik.